Dostlar, yeniden xoş gördük hər kəsi. Çasporun TV'də bugün gənc şahmatçımız Zəhra Allahverdinin oyunu var. Bildiyiniz kimi İtaliyanın Montesilvan şəhərində keçirilən gənclərin dünya çempionatında iki həmyerlimiz qızıl medalın sahibi oldu. Bunlar Əhməd Xaqan və Zəhra Allahverdi idi. Dünənki videoda Xaqanın oyunlarından birini sizlər üçün şərh etmişdik. Bugün isə Zəhra Allahverdinin 10-cu turda demək olar ki, çempionluq maçı olan bir görüşünü sizlərə təqdim edəcəyik. Şahmatçımız 10-cu turda Çinli şahmatçı Wu Shuangla qarşılaşdı. Zəhra ağ turlardaydı və əgər qələbə qazansaydı, demək olar ki, çempionluğu tam şəkildə təmin edirdi. Hər iki şahmatçımızı ilk növbədə qələbə münasibəti ilə təbrik edir və ümid edirik ki, növbəti turnirlərdə daha da yaxşı nəticələr əldə edəcəklər. Dostlar, bu videonun isə ən az 300 like hədəf var. Bu dəfə çatmamıza dəstək olsanız təbii ki, sevinərik. İndi isə şahmatçımızı oyuna keçsarıq. Hazırsınızsa getdik. Zəhra ağlarda şu an qaralardadır. C4 Y5'də başlayırlar tərəflər oyuna və İngiliz açılışını görürük lövhədə. R3 C6, D4, Y4, D5 gelişindən sonra rəqib fil B4 ilə filin oyuna daxil edib şahımıza zərbə endirir. Zəhra da həmçinin filin oyuna çıxardıb şahını müdafiə etməklə məşğuldur. Həmçində filləri dəyişdirməyi təklif edir. Rəqib isə vəzir Y7 oynayır və B4-dəki fil müdafiə olunur. At C3, at F6 tərəflər yüngül figurları oyuna daxil edirlər. Fil J2, qala qurma, A3 gelişindən sonra rəqibin B4-dəki filinə hücum var. Fillər dəyişir C3 xanasında və şahmatçımız 9-cu gelişdə 2 fil üstünlüyü ilə oyuna davam edir və üstəlik filimiz C3 xanasında əla bir mövqedə yer alıb. Hər iki filimiz lövhədəki 2 ən böyük diaqonalda dayanıblar. Ağ filimiz A1, daha da desəm H1 A8-də, qara filimiz isə A1 H8 xanasında. Fil C3, D6, G3 gelişindən sonra məqsəd atımızı Y2 oyuna daxil edib həm D4-də, həmçində F4-də düşməkdir. CD piyadalar dəyişir mərkəz xanasında. Fil F5, H3 gelişindən sonra burada növbəti həmlədə J4 gəlib rəqibin filini qovmağa çalışacaq. Şu an isə H6 gələrək həm şah üçün nəfəslik açır, həmçində buna fil üçün də bir nəfəslik demək olar. Növbəti gelişlər J4 olub, fil H7, H4 artıq J5 kimi gelişlər hazırlaşırıq. H4 gelişdən sonra artıq qısa qala qurma şanslarımız demək olar ki, azalır və uzun qalaya böyük ehtimalla müraciət edəcəyik. H4, at F7 rəqib atını geri qaytarır və at D7 xanasına düşəndən sonra avtomatik olaraq filimiz də aktivləşir. Filimizin də yol açır. J7-dəki piyadaya hücum var. Zəhra vəzir D4 oynayır. Növbəti gelişdə vəzir J7 mat istəyirik təbii ki. Rəqib F6 ilə müdafiə olundu. Uzun qala oynayırıq burada. Uzun qaladan sonra təbii ki, müəyyən bir təhlükələr var. İlk növbədə rəqib at C5 gəlir və at C5 həmləsi ilə at D3 xanasına düşərsə, şah verərsə, şah qaçanda at F2 2 qat zərbə. Burada ciddi təhlükələr bizi gözləyir. Zəhra isə şahını B1 xanasına geri qaytarır ki, at D3 tempinə düşməsin. B5-dən sonra isə fil F1 gelişin mənası təbii ki, açıq-aşkardır. Həm B5-də piyadanı istəyirik, həmçində atın D3-ə düşməsinə şərait yaratmırıq. Rəqib isə vəzir B7 ilə B5-də piyadanı qoruyur. Vəzir B4, B5-dəki piyadan əl çəkmirik. Şu an A6 gələrək B5-dəki piyadanı bir daha müdafiə etməklə məşğuldur. At H3 bu dəfə atımızı da oyuna daxil edirik. Artıq at F4 kimi gelişlərlə Y6 xanasına da müəyyən bir baxış atmaq mümkündür. At B7, J5 şahmatçımız piyadaların dəyişikliyindən sonra fili bir daha aktivləşdirməyə çalışacaq. Çünki F6 gelişdən sonra təbii ki, müəyyən qədər filimiz zəifləmişdi, amma J5 ilə həm rəqibin şahının qarşısındakı piyada strukturunu dağıtmaq məqsədimiz, həmçində qara filimizi aktivləşdirmək. At B6-ya gəlir, D5-də piyadaya hücum var. Zəhra isə bir qədər sakit gelişir və şahını A1 xanasına geri qaytarır. Tam şəkildə müdafiə etməyə çalışır öz şahına. Üstəlik burada təbii ki, istərsəməz filin H7-dən də bir-birdəki şaha bir baxışı var idi. Şah A1 xanasına geri qaytarır. Fil F5 atımıza hücum var. Piyadalar dəyişir F6 xanasında. Daha desəm, şahmatçımız vurur F6-dakı piyadanı. JH vurmaq daha yaxşı idi. Belə məsələ görür, çünki JH, top J1, J xəttini məhz bu şəkildə açmaq. Rəqib isə F-ə çox maraqlıdır ki, fil D7 oynayır və fil D7 gelişindən sonra artıq top üçün də müəyyən qədər F xətti açılmış olur. Əgər FJ vursaq, FJ top F7 düzdür. Biz 2 piyada götürürük, amma əvəzində sanki bir qədər hücumumuz dayanır. Çünki piyadamız J7-yə çatsa belə bu rəqib üçün bir blok rolunu oynayır. Topumuz J xəttinə gəlsə də top J xəttində rəqibin şahına zərbə endirə bilmir. J7-dəki piyadamız öz topumuzun yolunu kəsir. Çox maraqlı bir taktika seçir Çinli qadın fide ustası. Top J1, növbəti gelişdə top F7 oynayırıq. Fil D4 ilə isə məqsəd təbii ki, C5-də ata hücum eləməkdir. Vəzir D5 ilə Çinli şahmatçı səhvə yol verir. Təbii ki, vəzir D5 gelişi belə başa düşmək olar ki, fil C5 vurmağımıza
mane olur. Çünki fil C5 vursaq vəzir D1 şah qaçır. Növbəti yerdən azından vəzir D5 şah var. Daha sonra C5-dəki fili yenidən rəqib geri qaytarır və üstəlik bir dənə topumuz yoxdur. Zərə isə vəzir D5-ə ən düzgün geyişi tapır və şahmatçımız at F4 oynayır. At F4 geyişindən sonra vəzirə hücum var. Atımızı templə oyuna daxil edirik. Vəzir C6, top J7, topları dəyişdiririk. 7-ci xəttə piyadamız J7-də artıq gəlib qərarlaşıb. A5, vəzir C3 və burada qaralar oynayır fil E8. Bu vəziyyətdə ağların müsbət təxminən 5.60 üstünlüyü var. Çox ciddi bir üstünlükdür və çox maraqlı bir taktika var. Burada istəsəniz videonu saxlayıb özünüzdə bunu fikirləşib tapa bilərsiniz. Bir qədər çətin hesablamaydı. Təəssüf ki, şahmatçımız bunu həyata keçirməyib. Amma yəni açıqın desək, bu çətin bir taktikadır. Yəni bunu etiraf eləyək. Növbəti geyişdə düzgün həmlə məhz fil C5 idi. Əgər fil C5 vursaydı, DC-yə oynayırıq fil B5. Bir figur qurbanı var. Vəzirin F6-ya olan nəzarətini itirmək burada əsas məqsəddir. Vəzir B5 vurarsa, vəzir F6, növbəti geyişdə vəzir F8 istəyirəm. Şah qaçandan sonra J8 vəzir. Fil F7-yə gələndə isə bu dəfə digər cinahdan, digər xəttdən, H xəttindən mat istəyirəm. Vəzir H6, vəzir H8-də. Təbii ki, bir daha edirəm, bir qədər çətin hesablamaydı. Amma əvəzində Zəhra vəziri qaytarır C2 xanasına. B4 hər iki tərəf cinahdan hücumdadır. İki versə rəqib də artıq vəzir cinahında şahımız vəzir cinahına qala qurub sol tərəfə və o da şahın qarşısındakı piyada strukturunu dağıtmağa çalışır. Zəhra isə vəziyyəti bacarı qədər sadələşdirmək istəyir. Və fil C5 vurur, fil C5, vəzir C5, vəzirlər dəyişə bilər. Burada vəzir E4 kimi bir gedişdə vardı, amma Zəhra vəziyyəti daha da sadələşdirmək, daha rahat oynamağa çalışır. Bu vəziyyətdə rəqibin 2 dəqiqə vaxtı var, Zəhranın təxminən 5 dəqiqə vaxtı var. Şahmatçımız vəzirləri də dəyişdirir. Materiala görə hər iki tərəfin bir topu, 2 yüngül figuru var. Ağlarda 6 piyada, qaralarda 5 piyada. Zəhra isə top D6 gələrək rəqibin şah Ş7 vurmağına mane olur. Çünki şah Ş7 varsa top B6 var, bu açıq aşkardır. At A4 isə rəqibdən oyunda demək olar ki, son kobud səhv olur. At A4-dən sonra rəqib artıq C4 xanasına nəzarət edə bilmir. Ağlar oynayır fil C4 şah, şah J7 xanasına əgər piyadanı vursaydı, at Y6 kimi bir geyişi vardı. At Y6, şah qaçır, at C7, 2 qat zərbə, top qaçandan sonra bir daha vururuq. Top Y8-ə fil B5, 2 qat zərbə ilə ya atı ya da ki Y8-dəki topu vurmaq mümkün. Çox maraqlı bir hesablama var idi Zəhra Allahverdidən. Fil C4, şah J7 yox, əvəzində fil F7 oynayır və fillər dəyişir. Şahmatçımız top D7 şah verərək J7-dəki piyadasını da müdafiə edir. Şah F6-ya isə at D5 şah, şah Y5-ə at Y7. Təbii ki, geyişin məqsədi piyadanın vəzirə çıxmağına şərait yaratmaqdır. Növbəti geyişdə biz burada J8 vəzir istəyirik. Atımızda dəstək veririk Y7 xanasından. At Y7-yə şuanq şah Y6 gəlir. 2 qat zərbə var burada. J8 əgər vəzirə çıxsaq, top J8, at J8, şah D7. Təbii ki, burada da ağlarda müəyyən bir üstünlüyü var. Məsələn, Slakış 0.80 üstünlüyü verir. Növbəti yerdə aşağıda ağlar piyadalardan birini götürürlər. Amma bu qələbə üçün bəs etməyə bilər. Ona görə də Zəhra daha yaxşı bir geyиш tapır. Yenə də istəsəniz videonu saxlaya bilərsiniz. Son gediş əla və brilliant oldu. Chess.com dilində desək, növbəti geyиш top A7 dəzə şahmat sevərlə lövhədə və top A7-dən sonra 2 nidanı görürük. Topun sağ yuxarı tərəfinə. Nə üçündür bu 2 nida? Topu qurban vermiş. Əgər top A7 vurarsa, rəqib artıq 8-ci xəttə, daha deyilsəm, J8 xanasına nəzarəti itirir və top A7-yə J8 vəzir, şah Y7-yə vəzir J7 şah, şah qaçanda vəzir A7 və ağlar. Təbii ki, çox böyük bir material üstünlüyü ilə oyuna davam edirlər və burada görüşü qələbə ilə yekunlaşdırmaq məncə hər kəs bunu bacarar. Top A7-yə əgər top 8-ci xəttə, məsələn D8-ə gələrsə, bu halda J8 vəzir, top J8, at J8 artıq topumuz D7-də deyil ki, rəqib şah D7 vursun və burada dağlar top üstünlüyü ilə oyuna davam edirlər. Bayaq qeyd etdiyim məsələlər məhz burada aiddir. Burada qələbə qazanmaq hamı üçün, yəni ki, su içmək kimi bir şey olar. Və yekunda top A7 geyişi oyunun son həmləsi olur və Zəhra Allahverdi 39 geyişə Çinli şahmatçı Wu Shuang'ı dünya çempionatının 10-cu turunda məğlub edir. Və yekunda əslən Mingəçevirdən olan xanım şahmatçımızı bir daha təbrik edirik və inanırıq ki, həm o, həmçində Xaqan, həmçində digər gənc şahmatçılarımız növbəti yarışlarda daha da yaxşı çıxış edəcəklər. Bilirik ki, növbəti Dünya Avropa çempionatlarından da medallarla vətənə geri dönəcəklər.
Bütün şahmatçılarımızı, şahmat camiasını təbrik edirik. Dostlar, siz isə oyun barədə fikirlərinizi rəy bölməsindən qeyd edə bilərsiniz. Həm Xaqan, həmçində təbii ki, bu videonun qəhrəmanı Zəhra Allahverdi haqqında fikirlərinizi rəy bölməsində görmək maraqlı olacaq. İnşallah növbəti videoda görüşən qədər özünüzə yaxşı baxın. Hələlik.